Salam yoldaşlar, biz bugün say sistemlərinin izahına baxacağıq. Çalışdığım qədər ardıcıl say sisteminə izahını verəcəm. Deməli, baxırıq birinci suala. Deyir ki, say sisteminin əsası nədir? Say sistemin əsası həmin say sistemində olan rəqəmlərinin sayı deməkdir. Yəni, məsələn, biz ikili say sistemi dedikdə orada neçə dənə rəqəm götürürük? 0 və 1. Məsələn, dördlü say sistemi dedikdə orada biz 0-dan 3-ə kimi rəqəmləri götürürük. Sonra həmin rəqəmləri saydıqda görürük ki, həmin bu 4 alınır. 1, 2, 3, 4, 5. Bir dəqiqə 4-ü bura niyə yazdım? 0-dan 3-ə kimi rəqəmləri yazırıq. Burada da aydın məsələdir. Görürük ki, 4 dənə rəqəmimiz var. Yəni, bir sözlə say sistemində iştirak edən rəqəmlərin sayı say sisteminin əsası deməkdir. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, istənilən bir say sisteminin ən kiçik rəqəmi hansıdır? Biz həmişə say sistemi yazarkən hansı rəqəmdən başlayıb yazırıq? 0-dan başlayıb yazırıq. Həqiqətən də ən kiçik rəqəmi 0 olaraq qeyd etmək daha düzgün olur. Onluq say sisteminin ən böyük rəqəmi, onluq say sistemində 0-dan 9-a kimi rəqəmlər var və burada ən böyük rəqəmimiz 9 olacaqdır. Hansı yazılış yanlışdır? Baxırıq 4-cü suala. Deməli, burada A variantına baxırıq. Elə cavab da budur. 8-lik say sistemi. Amma bura 8 yazılıb. Bu qətiyyən doğru ola bilməz. İkili say sistemi yaza bilərik, bəli. Çünki ikili say sistemi 0 və 1-dən ibarətdir. Onluq say sistemində mən 2, 7, 8 rəqəmlərindən asanlıqla istifadə edə bilərəm. 16-lıq say sistemində 3, 1, 7-dən də istifadə edə bilərəm rahat. Yəni, burada qısacası cavab A variantıdır. 6-ya baxırıq. Hansı yazılış yanlışdır? Burada da həmçinin. Demək, 16 say sistemində 1, 8, FA istifadə edə bilərəm. Bu doğrudur. 1, 8 istifadə edə bilərəm. Doğrudur. Onluq say sistemində 1, 8 istifadə edə bilərəm. Doğrudur. 16 say sistemi həmçinin doğrudur. 8-li say sistemində mən A-nı istifadə edə bilmərəm. Çünki A, B, C, D, E, F 16 say sisteminin ədədləridir. Baxırıq 7-yə. Deyir ki, hansı yazılış yanlışdır? Deməli, bu doğrudur. Çünki mən ikili say sistemində bir rəqəmdən istifadə edib ədəd düzəldə bilərəm. Bu da doğrudur. 8-li say sistemində 2, 5, 6-dan istifadə edə bilərəm. Onluq say sistemində yenə dediyim kimi hərflərdən istifadə edə bilmərəm. Yalnız bu 16-lı say sisteminə aiddir. Kompüterdə əsasən hansı say sistemində istifadə olunur? Aydın məsələdir. İkili say sistemi istifadə olunur. Çünki kompüterin yaddaşında informasiya və bir şəklində saxlanılır. Aşağıdakı ədədlərdən hansı mövqeyli say sisteminə aid deyil? Deməli, mövqeyli say sisteminə aid deyil. Biz mövqeyli, ümumiyyətlə say sistemlərini 2 yerə bölmüşdüm. Mövqeyli və mövqeysiz say sistemi. Biz mövqeysiz say sisteminə Roma rəqəmlərini aid etmişdik. Burada da həmçinin aid deyil dediyinə görə Rum rəqəmini seçirik. Yəni, digərləri mövqeyli say sistemidir. Baxırıq 10-cu suala. İkili say sisteminin hansı rəqəmlərinə istifadə edilir? Aydın məsələdir. 0 və 1. Operativ yaddaşda informasiya hansı say sistemində təsvir olunur? Ümumiyyətlə, kompüterin yaddaşında informasiya həmişə ikili say sistemində təsvir olunur. Baxırıq 12-yə. Deyir ki, təkliklərdən hansı doğrudur? 8-li say sistemi mövqeysizdir. Biz mövqeysiz say sistemlərinə Roma rəqəmlərini aid etmişdik. Yəni, bu səhvdir. Roma rəqəmləri mövqeylidir, xeyr, mövqeysizdir. 16 say sistemi mövqeysizdir, xeyr, mövqeylidir. Roma rəqəmləri mövqeysizdir, bəli, tamamilə doğrudur. D variantı. 16 say sistemində mövqeysiz deyil, mövqeylidir. Baxırıq 13-ə. Onluq say sistemində hansı rəqəmlərdən istifadə olunur? Aydın məsələdir. 0-dan 9-a kimi rəqəmlərdən istifadə olunur. Baxırıq 14-ə. 16 say sistemində neçə rəqəm var? Burada deməli, cavab düzdür, B çıxıb. Yəni, burada ədəd olsaydı, belə deyək də, ədəd olsaydı, cavab B variantı götürmək olardı. Burada rəqəm dediyinə görə, bu sual biraz çaşdırıcı sualdır. Rəqəm dedikdə 10-dur. 10 dənə çünki rəqəmimiz var. Deməli, 0, 1, 2, aydın yazıram ki, daha yaxşı başa düşəsiz. 4, 5, 6, 7, 8, 9, 10-a A deyirik, 11-ə aydın məsələdir, B deyirik. 12-yə C, 13-ə D, 14-ə Y, 15-ə də F deyirik. Buradan yəni açıq aydın görünür ki, 0-dan 9-a kimi rəqəm sayılır. Amma
A-dan ümumiyyətlə hamısı ədəd sayılır. Yəni sıfırdan F-ə kimi ədədlər sayılır. Yəni dediyim kimi burada ədəd sözünü versəydi 16-nı rahatlıqla götürə bilərdik. Yəni B variantı doğrudur. Amma rəqəm dediyinə görə sıfırdan 9-a kimi götürür. Yəni C variantı olur. Aha, baxırıq. Deməli 15-ə deyir ki, aşağıdakı yazılışlardan hansı doğru deyil? 16 say sistemi doğrudur. İkili say sistemi 0 və 1 doğrudur. Onluqda 1, 2 istifadə edə bilərəm. Tamamilə doğrudur. Y variantı da doğrudur. Baxın, D variantında ətəyinə 8 yazıb, indeksinə 8 yazıb, amma 8-dən istifadə edib. Bu ola bilməz. Hansı yazılış yanlışdır? Yenə baxırıq. Bu doğrudur. Mən 8-li say sistemində 7, 3, 2 istifadə edə bilərəm rahat şəkildə. Onluq say sistemində həmçinin 9, 10, 11 istifadə edə bilərəm. 1 daha doğrusu. 16-lı say sistemində bəli bu hərflərdən rahat şəkildə istifadə edə bilərəm. İkili say sistemində həmçinin baxın biz 16-lı say sistemində belə hərf yazmışıq, yox. Yəni belə bir hərf ola bilməz. Baxırıq 17-yə deyir ki 56 7-li say sistemində ədədindən əvvəl və sonra gələn ədədlər hansılardır? Deməli, bura ortaya yazıram 56 7-li say sistemində. Əvvəl gələn 55-dir 7-li say sistemində. Sonra gələn deməli nədir? 57 7-li say sistemində, 58 yenə 7-li say sistemində yazıram, 59 7-li say sistemində və son olaraq 60-da dayanaq 7-li say sistemində. Deməli, əvvəl gələn, bəli, bu ola bilər. Çünki 7-li say sistemdən 5, 5 yaza bilərəm rahat şəkildə. Amma sonra gələnə baxırıq. 7-li say sistemdən mən 7 yaza bilərəm? Yox. 7-li say sistemdən 8 yaza bilərəm? Yox. 7-li say sistemdən 9 yaza bilərəm? Yox. Amma 7-li say sistemində mən 6 və 0-dan istifadə edib 60 ədədini düzəldə bilərəm. Yəni 55 və 60 ədədləri olacaqdır cavabımız. Aha, buranı təmizləyək. Baxırıq nəyə? 18-ə. Baxaq 18-ə bir dəqiqə. Deməli, deyir ki 377 ədədindən sonra gələn ədəd hansıdır? Deməli, amma 8-likdə. 377 yazıram 8-likdə. 378 yaza bilmərəm. Bax, burada variantla işləsək daha rahat taparıq. 8-li say sistemi deyir da bizə. 8-li say sistemində 8 yaza bilmərəm. Burada 8 var. Burada 8 var, yaza bilmərəm. Daha sonra 370 əvvəl gəlir, sonra gəlmir. Bizdən sonra gələni soruşur. Bunu da atıram. Qalır 400 və 401. Sonra gələn, bəli, 400 olacaqdır. Yəni sonra gələn ilk cavabı götürürük. 400 olacaqdır da 401 niyə götürürəm ki 400 ola? Ona görə də burada cavab olacaq A variantı. Gördünüz? Yəni variantla işləmək, say sistemində variantla işləmək çox köməyimizə çatır. Baxırıq 219-cu suala. 235 yenə 6-lıq say sistemində deyir ki, ədədindən sonra gələn ədəd hansıdır? Yenə 6-lıqda mən 6 yaza bilmərəm. Deməli 235 6-lı say sistemindən sonra gələn hansı olacaq? 240 olacaqdır da cavab. Çünki mən 250-dən əvvəl 40 gəlir, 241-dən əvvəl də 251-dən də əvvəl 240 gəlir. Mən rahat şəkildə 2, 4, 0 rəqəmlərini istifadə etməklə 6-lıq say sistemində 240 ədədini düzəldə bilərəm. Cavab olur B variantı. Baxırıq 20-yə. Deyir ki, aşağıdakı yazılışlardan hansı doğru deyil? Aydın məsələdir. Baxan kimi görünür ki, indeksdə 8 var. Rəqəmi ədədin içində də 8 var. Bu tamamilə səhvdir. Baxırıq 21-ə. Deməli, 239 16-lı say sistemi. 239-dan sonra bunu mən dərsin izahında demişdim. 239-dan sonra nə gəlir? 9-dan sonra nə gəlir? 10. Biz 16-lı say sistemində ona nə demişdik? A demişdik də. Yəni yazılışımız belə olacaq. Aydındır? Deməli cavabımız olacaq C variantı. Bunu yəni belə yadınızda qalmırsa, bunu çevirərik onluq say sisteminə. 239 çevirərəm onluq say sisteminə. Bunu izahım bir dəqiqə. Belə də verək ki, qaranlıq qalmasın sizə. Deməli 239-u çevirəcəm onluq say sisteminə.
Onluq say sisteminə çevirəndə necə yazırdıq? 16 üstü 0, 16 üstü 1, 16 üstü 2. Sonra bunları vururduk bir-birinə və toplayırdıq. 2-ni vuracağım. 16'nın kvadratı 256 plus 16 vurulsun. Bir dəqiqə 3. Hə. 16 vurulsun 3 plus 9 vurulsun 1. Bərabərdir. Bərabərdir. Tez bunu hesablayaq. Deməli 256 plus 48 plus 9 eləyir 569. 569. Bu onluq say sistemindədir amma. Onluq say sistemində. Mən rahat şəkildə onluq say sistemində 569-dan sonra gələn ədədim olacaq 570. Bunu mən bilirəm. İndi nə edirik? 570-i arxaya qaydırıq. 16-ya bölə-bölə gedəcəm. Aydındır? Bu yəni uzun yoldur, amma belə qəbulda bizə təbii ki, qısa yollar lazımdır ki, biz vaxta qənaət edə bilək. 270-i üzr istəyirəm. 570-i bölürəm 16-ya, deməli düşür 35 dəfə. 35-i vururam 16-ya. Burada olacaq 560. Bax, yenə də həmin şey alınır. Bir dəqiqə. 10. Bu niyə belə oldu? 35. Hə, 35 hələ böləcək də 16-ya. Bölürəm 16-ya eləyir 2 dəfə. Burada eləyir 32. Qalır 3. Bax, 2, 3. Burada 10 almışam. Axı, buna nə deyəcəm? A deyəcəm. Həqiqətən də 23 A-nı biz almış olduq. Aydındır. Deməli, burada oldu C variantı. Deməli, buranı təmizləyək. Keçirik Rum say sisteminə. Bu çox asandır. Başa düşdükdən sonra həqiqətən bu testləri işləmək çox asan gələcək sizə. Deməli, Rum say sistemində B V hərfi hansı ədədi bildirir? Aydın məsələdir 5-dir. Rum say sistemində X onu bildirir. Rum say sistemində C 100-ü bildirir. Ümumiyyətlə, bunları biz əzbər bilməliyik. Deməli, bu 1-dir. 5, X 10, L 50, C 100, D 500 və son olaraq M olur 1000. Cəmi bizim 7 dənə, vallahi 7 dənə simvolumuz var. Deməli, belə bir sual qarşınıza çıxsa, ümumiyyətlə, qəbula bir dəfə gəlib bu sual. Deyir ki, Rum hansı 7-li say sistemi sayılır? Cavablarda da Rum rəqəmi vermişdi. Yəni, Rum rəqəmləri ümumiyyətlə 7-li say sisteminə aiddir. Aydındır? Çünki burada bizim 7 dənə simvolumuz var. 1, 2, 3, 4, 5, 6, 7. Aha, baxırıq 25-ə. Deyir, Rum say sistemində aydın məsələdir. D 500-ü göstərir, M 1000-i göstərir. Rum rəqəmləri ilə yazılmış bu ədədi onluq say sisteminin neçəyə bərabərdir? Deməli, mən demişdim ki, məsələn, X elə hesablayaq. Deməli, 50 budur, 10 da budur. Deməli, əvvəl böyük gəlirdisə, biz bunları toplayacaqdıq. 50 plus 10 eləyəcəkdi 60. Yəni, burada cavab 60-dır. Amma bunun əksi olsaydı, yəni X əvvəldə gəlsəydi, kiçik ədədimiz, sonra L gəlsəydi, bu 10, bu da 50. Belə olsaydı, avtomatik mən 50-dən 10-u çıxacaqdım, eləyəcəkdi 40. Yəni, burada mənim cavabım olacaqdı 40. Baxırıq 28-ə. Deməli, Rum rəqəmləri yazılmış bu ədəd, yenə bax, C, ümumiyyətlə, bunun üstündə gəl işləyək, çox yeri getməsin. Qarışdırılmaz. Deməli, bu nədir? 100-dür. 100. Bu da 10-dur, bu da 5-dir. Hamısını toplayacağım. Bu eləcək 115. Yəni, cavabım olacaq B variantı. Burada da həmçinin 100. Nə olacaq? 20. Rum rəqəmləri ilə yazılmış bu ədəd onluq sayısında hansı ədədə bərabərdir? Bax, deməli, C, D, burada bir dənədir də. Bir dənə artıq yazdım. Hə. Deməli, bax, 100 əvvəldə gəlib kiçik. Kiçik ədədimiz əvvəldə gəlib. Sonra 500 gəlib. Sonra 3-dür da. Bu 3-dür da, aydın məsələdir. Deməli, 500-dən birinci nə edəcəm? Çıxacam 100-ü. Yəni, eləyəcək 400. Üstünə də nə gələcəm? 3-ü gələcəm. Bu da eləyəcək 403. Yəni, B variantı.
Baxırıq 31-ə. 31 də həmçinin bax, bunu aydın açıq bura yazıram. D, S, X, S 2 dənə. Hə. Deməli, birinci 1000 gəlib, 1000. Bax, bu 1000-dir. Bu 500-dür, rahat toplaya bilirəm. Bax, bunları toplayacağam artıq. Çünki birinci böyük rəqəmim gəlib. Sonra bu elədi 1500, bu 100-dür, 100. 1500 üstünə 1600, bax, cavabı hələ ki 1600-ə dayanmam. Bax, görürəm ki, birinci x gəlib, sonra s gəlib. Deməli, 100-dən nəyə çıxacam? X-i çıxacam da, yəni 10-u çıxacam. 100-dən 10-u çıxanda eləyir 90. 1690, bu da aydın məsələdir. Bu bizə 7-ni verir. Yəni, 1697 olacaqdır mənim cavabım. Baxırıq 32-yə. Burada da həmçinin, deməli, 1000, birinci mənim mərtəbə olaraq, birinci minlik mərtəbəm gəlir. Minlik yazıram M, sonra yüzlüyüm gəlir. 200 deyirsə, 2 dənə S yazaram. 94 deyirsə, 90-ı yazmaq üçün bir dənə x əvvəl ataram ki, sonra S yazaram ki, 100-dən 10-u çıxım eləsin 90. Daha sonra da 4-ü yazaram. Yəni 5-dən 1-i çıxaram, bu da eləyər 4. Ümumiyyətlə, bax, bu 4 eləyir 4. Bu 90 eləyir, bax 90. Bu eləyir 200, 200. Bu da eləyir 1000. Bu da eləyir 1000. Bunların hamısını toplayanda həqiqətən də biz 1294-ü almış olaraq. Deməli, cavabımız olacaq Y variantı olurmu? Aha, Y variantıdır, bəli. 33 də həmin qaydadır. Yenə 500 D olacaq. 80-i almaq üçün 100-dən 2 dənə x-i çıxaram. Yəni, S-dən əvvəl 2 dənə x olmalıdır. Sonra 9-da onun əvvəl bir dənə 1-i yazmaq lazımdır. Aha. Deməli, biz artıq 33 dənə testin izahına baxmışıq. Deməli, bir say sistemindən digər say sisteminə keçidə baxaq. Deyir ki, bu ikilik ədədin onluq say sistemində yazılışı necədir? Deməli, bunu görən kimi avtomatik mən 2-nin qüvvətlərini yazıram. Çünki indeksimizdə 2 var. 3 olsaydı 3-ün qüvvətlərini yazacaqdım. 4 olsaydı 4-ün qüvvətlərini yazacaqdım. 2 üstü 1, 2 üstü 2, 2 üstü 3, 2 üstü 4. Sonra bu sıfırlar bizə lazım deyil. Çünki sıfır nəyə vursa sıfır eləyir. 2 üstü 4-ü 1-ə vuram eləyir 16 plus 2 üstü 2 eləyir 4 plus 2 üstü 1 eləyir 2. Bu da eləyir 22, amma onluq say sistemində. Ətəyində mütləq şəkildə 10 olmalıdır. Bu da həmçinin yenə 2-nin qüvvətlərini yazıram. 2 üstü 1, 2 üstü 2, 2 üstü 3, 2 üstü 4 və 2 üstü 5. Sıfırların üstünə xətt çəkdən bunları hesablamıram. 2 üstü 5 eləyir 32 plus 2 üstü 3 eləyir 8 plus 2 üstü 2 eləyir 4 və burada biz dayanırıq. Deməli, 32 44. 44, amma onluq say sistemində. Yəni, cavabımız olur B variantı. Baxırıq 22-yə, 36-ya daha doğrusu. 22 onluq say sistemində verilibsə, biz onu ikili say sisteminə çevirmək üçün nə edəcəm? 2-yə bölə-bölə gedəcəm. Ümumiyyətlə, biz onluq say sistemindən istənilən say sisteminə keçid etdikdə, biz həmin say sistemi, məsələn, 8-li deyirsə, 8-ə bölə-bölə gedəcəm. 9-luq istəyirsə, 9-a bölə-bölə gedəcəm. Yəni, bu belə qaydada yazılır. 22-ni bölürəm 2 eləyir 11, 11-in vurdum 2 elədi 22 çıxıram. Bu elədi 0, 11-i bölürəm 2-yə 5. Aydın məsələdir. 1, 5-i böləcəm 2-yə 2, 2-ni də böləcəm 2-yə. Qismət daxil olmaqla qalıqları ardıcıl nə edəcəm yazacağam. Yəni 1, 0, amma sağdan sola yazıram. 1, 0, 1, 1, 0. Yəni, belə bir cavabımız hardadır? Belə bir cavab, hə, C variantı. Baxırıq 37-yə. 37-yə baxaq. Deməli, onluq say sisteminə verilmiş 24 ədədi ikilik say sisteminə yenə 24-ü götürəcəyik, 2-yə bölə-bölə gedəcəyik. 24-ü bölürəm 2 eləyir 12, 0 qalıq qalır, 12-ni bölürəm 2, 6, 6-dan 2, 12, çıxmadı orada. 0 qalıq qalır, 6-ni bölürəm 2, 3, 3-dən 2, 6, yenə 0 qalıq qalır, 2.
1, 1, 3 dənə 0. 11, 3 dənə 0'ımız hardadır? D variantı. Baxırıq 38-ə. Deyir ki, onluq say sistemində hər hansı x say sisteminə keçmək üçün x bərabər 2'li, buna ehtiyac yoxdur. Deməli, həqiqətən də biz onluq say sistemindən istənilən say sisteminə keçişdə, bax, bunu bayaq vurğuladım. Biz nə edirik? Həmin, yəni, indeksdə olan ədədə bölürük və alınan qalıqları axırdan əvvələ ardıcıl düzmək lazımdır. Yəni, cavabımız olacaq burada A variantı. Baxırıq 39'a. İkilik say sistemində verilmiş ədəd 16 say sistemi necə ifadə olunur? Deməli, 16 say sistemi soruşduğuna görə 16'nı 16 2 üstü nədir? 4'dür da. 4 4 ayıracağım. 1 2 3 4 ayırdım mı? 1 2 3 4 ayırıram. 1 2 3 4 yenə də ayırıram. 1 2 3 4. Aha. Deməli, nə edəcəm? Hansı qaydadan istifadə edəcəm? 8 4 2 1 qaydasından. Yazıram üstünə 8 4 2 1. Burada həmçinin 8 4 2 1 8 4 2 1. Burada həmçinin 8 4 2 1. Deməli, baxırıq. Bunun hamısının 1 olduğuna görə aşağıda toplayacağım. Bu eləyəcək nə? 15. 15. 15'ə nə hərfi demişəm mən? F demişəm. 16'lı say sistemində. Sıfırları toplamıram. Bunları toplamaya ehtiyac yoxdur. Bir dənə bunu toplayacağım. Bu da 1'dir. Buraya yazıram 1. Burada da yenə 15 olacaq. Yenə F. Burada da yenə bir dənə olacaq 1. Yəni cavabım olacaq F1, F1, D variantı. Baxırıq 40'a. Deməli, bu ikili say sistemində verilmiş bu ədəd 8'li say sistemində aşağıdakilərdən hansı doğrudur? Yenə də 8'li 2 üstü 3'dür. 8. 3 3 ayıracağım bu səfər. Yenə baxıram 1 2 3 ayırdım. 1 2 3 ayırdım. 1 2 3 ayırıram. 1 2 3 ayırdım məsələn. Yəni nə yazacağım? 4 2 1 4 2 1 burada. Hamısında bax 7 alınır. Çünki aşağıda 1'dir axı. Hamısını toplayıram 7 alınır. Neçə dənə 7 olacaq? 1 2 3 4 dənə ayırmışam. 4 dənə də 7 olacaqdır. Cavab olacaq Y variantı. 8'li say sistemində verilmiş 11 ədədi ikili say sistemində necə ifadə olunur? Deməli, 11 8'likdə verilir. Deməli, 1 1 belə yazacağam. Deməli, 8'likdə olanlar hansı qaydadan dedim istifadə edir? 4 2 1 qaydasından. Buradan 1 almaq üçün bura 1 yazacağam. Bunlara 0 yazacağam. Burada da həmçinin 1 almaq üçün belə yazacağım. Yəni 0 0 1 0 0 1. Buradan mən sıfırları ata da bilərəm. Yəni cavabda yoxsa sıfırları atıram və cavab qalır 1 0 0 1. Baxıram nəyə? 42-ci suala baxırıq. Deməli, deyir ki, 277 8'li ədədi ikili say sistemi nəyə bərabər? Yenə də bax, bayaq necə yazdıq elə. 2 7 7 rəqəmlərindən düzəlir. Deməli, yenə 8'li olduğuna görə 4 2 1 qaydasından istifadə edəcəm. Deməli, bir dəqiqə. 4 2 1. Buradan 2'ni almaq üçün bura 1 yazıram, digərlərinə 0 yazıram. Buradan 7'ni almaq üçün hamısına 1 yazıram. Buradan da 7'ni almaq üçün hamısına 1 yazıram. Yəni ardıcıl olaraq yazsaq 0 1 0 1 1 1 1 1 1. Buradan 0'ı da ata bilərik. Əgər cavabda yoxdursa elə bir şey yoxdursa ata bilərik. Deməli 3 3 bax B variantıdır cavab. Baxırıq 43'ə. Aha. 43. Deyir ki, bu ədəd ikili say sistemi nəyə bərabərdir? İkilik say sistemi soruşan kimi yenə də bax 3 yazıram, A yazıram və F yazıram. A'ya biz 10 demişdik. Bax bura bir dənə 10 yazıram ki, çaşmayaq. Burada 15 yazıram. Yenə bax həmçinin. Amma bu səfər hansı qaydadan istifadə edəcəm? 8 4 2 1 qaydasından istifadə edəcəm. Buradan 3'ü almaq üçün bunlara 0 yazaram. Burada 1 yazaram.
Onu almaq üçün, yəni A-nı almaq üçün 8 ilə 2-ni toplayaram. Yəni 8 ilə 2-nin altına 1, qalanlarla 0 yazaram. F almaq üçün də hamısına 1 yazaram. Yəni mənim cavabım olacaq 0, 0, 1, 1, 1, 0, 1, 0 və 4 dənə 1 yazacağam. Deməli, burada mən 2 dənə 0-ı da ata bilərəm. Görə cavabda var elə bir şey. Bax, C variantına baxın, heç 0 atmayıb. Yəni belə bir cavab da görsəz, bu doğrudur. Amma burada bizdən 0-la istəyir. Cavab olur C variantı. Baxırıq nəyə? 44-ə. Deyir ki, 8-li say sisteminin ən böyük ədəd hansıdır? 8-li say sisteminin ən böyük ədədi 7-dir. Yəni, burada çox tələbələr çaşır 8-i götürür. Xeyr, bu belə deyil. Biz axı demişdik ki, 8-li say sistemində 0-dan 7-yə kimi rəqəmlərimiz var. Deyir ki, x onluq say sistemində 54-ə bərabərdirsə, 16-lıq say sistemində deyir neçəyə bərabərdir? Heç nə. Bunu 54-ünü götürəcəm. Neyniyəcəm? 16-ya bölə-bölə gedəcəm. Bu eləyir 3, 48. 54-dən də 48 çıxanda 6. 36, bax. Belə gəlsək, 36, 16 say sistemində. 3, 6 daha doğrusu. Baxırıq 46-ya. Deyir ki, 13 onluq say sistemində 16-a keçən nəyə bərabərdir? Heç nə. Bu elə burada 13-dürsə nə olacaq? Mən axı ardıcıl yazaq. Bax. F. 10, 11, 12, 13, 14, 15. Bizə də deyir ki, 13 onluq say sistemindədirsə, 16 say sistemində nəyə bərabərdir? Bax, B-yə bərabərdir. Cavabımız olur B variantı. Baxırıq 47-yə. Deyir ki, 16 say sistemində verilmiş bu ədəd onluq say sistemində nəyə bərabərdir? Deməli, nə edirik burada? Bizdən D, B-ni soruşur. D, B 16 say sistemində. Soruşur x onluq say sistemində. Deməli, 16 üstü 0, 16 üstü 1. Deməli, 16 üstü 1 ilə 16-da. 16-nı vuracam D-yə. D neçədir 16 say sistemində? 13. Bu da 12. A, B, C, 11. Deməli, 16-nı vuracam D-yə, yəni 13-ə. Plus B-ni də vuracam 16-ya. Yəni 16 üstü 0 elə 1 deməkdir. 1-i də vuracam. B də 11-dir. Bunu hesablayacam. 16-nı 13-ə vuranda edir 200. 16-nı deməli 13-ə vuranda eləyir 208. 208. Üstünə gəlirəm 11-i, bu da eləyir 219. Yəni A variantı. Baxırıq 48-ə. Deyir ki, onluq say sistemindəki ən böyük 3 rəqəmli ədəd 8-li say sistemində nəyə bərabərdir? Deməli, uşaqlar, onluq say sistemində ən böyük 3 rəqəmli ədədimiz nədir? 3 dənə 9 yazıram, yəni 999-dur. Bunu da 8-li say sistemində çevirmək üçün 8-ə bölə-bölə gedəcəm. Deməli, 8-ə böldükdə 124, 124-ü vuraram. 8 eləyir 992. Burada qalıq neçə qalır? 7. 124-ü bölürəm. Yenə 8-ə. Eləyir 15. 15-i 8-ə vuranda eləyir 120. Bu da eləyir 4. 15 8-ə bölərəm bir dəfə. Buradan 8. 15-dən də 8 çıxanda eləyir 7. Yenə qismət daxil olmaqla qalıqları neyinirəm? Ardıcıl yazıram. 1, 7, 4, 7. Cavabım olur bu. Deməli, bu da var B variantında. Baxırıq 9-a. Baxaq 9-a. Deməli, deyir ki, 8-li say sistemində ən böyük 4 rəqəmli ədəd 16 say sistemində nəyə bərabərdir? 8-li say sisteminin ən böyük 4 rəqəmli ədədi deməli 7, 7, 7, 7-dir. 8-li say sistemində ən böyük 4 rəqəmli ədəd 7, 7, 4 dənə 7-dir. Deyir ki, 16 say sistemində nəyə bərabərdir? 16 say sistemində.
8-likdən birinci keçirərəm nəyə? İkiliyə. İkilikdən də 16-ğa keçirə bilərəm rahat. Belə olar. Deməli, bu 8-likdədir. Birinci bunu keçiririk ikili say sisteminə. İkili say sisteminə keçirək. Deməli, 7 ikili say sisteminə keçirəndə 4, 2, 1 qaydasından istifadə edirdik. Bunun da hamısına 1 yazmalıyam ki, burada 7 alınsın. Deməli, 4 dənə mənim 3, 3, 1 yazmalıyam. Deməli, 1, 1, 1, bu 7-ni bax, bu 7-ni belə yazıram. Bu 7-ni yenə 1, 1, 1 yazıram. Bu 7-ni də 1, 1, 1 yazıram. Bu 7-ni də 1, 1, 1 yazıram. İndi bu ikilikdən 16-ya keçirəm. Bax, bu ikilikdən, ikili say sistemində aldım bunu. İndi 16-ya keçirəm. Neyi edəcəm? 16 2 üstü 4 olduğuna görə 4, 4 ayıracağam. 1, 2, 3, 4. 1, 2, 3, 4. Deməli, bu da necə yazacağam indi bunu? Hansı qaydana? 8, 4, 2, 1 qaydasına yazacağam. Hamısını toplayanda eləyəcək 15. 15 də 16 say sistemində F-dir. Burada da həmçinin F-dir. Yenə eyni şeydir. Burada da F-dir. Yəni 3 dənə F 16 say sistemində olacaqdır. Aha, bu da belə. 50-yə də baxaq, yekunlaşaq. Deyir ki, 97 16 qədərini ikili say sistemində yazılışı nəyə bərabərdir? Yenə 9, 7, bir dəqiqə bunu buradan silək. 9, 7. Deməli, 16 say sistemində 8, 4, 2, 1 qaydasına istifadə edirəm. Burada 9 almaq üçün 1, 1, 8 ilə 1-i toplamalıyam. Bura 0 yazıram. 7-ni almaq üçün 4, 2, 1-ini toplamalıyam. Yəni, burada 1 yazıram. Yəni, mənim cavabım olacaq 0, 1, 0, 0, 1, 0, 1, 1, 1. Yəni, belə bir cavab axtarmalıyam variantlarda. Bu da eləyir A variantı. Bugünkü izahımız bundan ibarət idi. İnşallah 50-dən sonraki izahlarında davamını atacağım.